Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi bugün 23 iyun tarixində ibtidai sinif müəllimlər üçün növbəti sertifikasiya imtahanı keçirilmişdi. Həmin imtahanda iştirak eləmiş müdavimimiz Münəvvər müəllimə imtahandan sonra yüksək bal yığdı. Bu arada təbrik edirəm, 54 bal və imtahandan sonra belə bir səs atmışdı. İmtahanda yadında qalan suallar. Bir də təkrar edirəm, imtahanda yadında qalan suallar. İndi imtahanda iştirak edən digər müəllimlər baxar, digər müəllim orada uzunluğu 24 değildi, 16 idi və s. Bu normal bir prosesdir və belə bir qayda yoxdur ki, imtahandan çıxan müəllim də 100% onun hamısını yadda saxlasın. İnsan faktorudur. Ona görə suallarda ədəd rəqəmlər fərqli ola bilər, amma müəllimənin səsi bir 3-4 dəqiqəlik səs atıb, səsdə hansı sualları deyibsə, o sualların eynisi və bənzəri yazılıb bura. Baxaq, birinci sualımız. Uzunluğu 24 cm, eni isə bunun 8-ə 5 hissəsinə bərabər olan düzbucaqlının sahəsini tapın. İndi deyəcəksən, biz daha çətinlərini işləmişik və s. və ilə axır. Onsuz da elə olmalıdır. Hazırlıq prosesində, sınaqlarda təbii ki, biz daha üst səviyyə suallar işləməliyik ki, imtahan da bizim üçün asan olsun. Deməli, düzbucaqlının uzunluğu bizə şərtdə verilib 24 cm, eni isə bunun 8-də 5-i. 24-ün 8-də 5, 24-ü bölürük, 8-ə vururuq 3-ə. 24-ü 8-ə böləndə, daha doğrusu 8-də 5-ə. 8-ə bölürük, 3, 3 dəfə 5, 15. Elədi, eni 15 cm. Düzbucaqlının sahəsi 24-ü də vuranda 15-ə bərabər eləcək 360 kvadrat santimetr. Bir də siz imtahanda nə gözləyirsiniz? Sizə trigonometriya, loqaritma düşəsi deyil. Təbii ki, ona görə ibtidai sinif səviyyəsində bütün sualları rahat bilməlisiniz ki, imtahanda uğur əldə edəsiniz. Növbəti sualımız, dedim müəllim, çevirmə düşmüşdü, amma çevirmə konkret olaraq kvadrat metr isə kvadrat santimetr yox. Tənlik formasında çevirmə idi və siz kanalımızdakı model sınavlara baxsaz, bu tipli suallardan kifayət qədər görə bilərsiniz. Baxaq, verilib x üstəgəl 9 kvadrat metr, 3 kvadrat desimetr bərabər də 12 kvadrat metr, 9 kvadrat desimetr. Burada x bizim üçün məhsul toplanandır. Sadəcə olaraq bunu keçirdi, bu bir tərəfdən çıxacaq. Cavabda bizdən kvadrat desimetr soruşur. Mən birbaşa bunun hər birini kvadrat desimetrə də çevirib çıxa bilərəm. Və ya x bərabərdir 12 kvadrat metr, 9 kvadrat desimetr, çıxılsın 9 kvadrat metr, 3 kvadrat desimetr və bir problem də yoxdur, rahat çıxa bilirik. 12-dən 9-u çıxanda qalır 3 kvadrat metr, 9 kvadrat desimetrdən 3 kvadrat desimetr çıxanda qalır 6 kvadrat desimetr. İndi bunların hər birini kvadrat desimetrə çevirək. Sahə vahidlərində, dəyərli müəllimlər, kvadrat metrdən kvadrat desimetrə keçəndə demişik ki, bunların arasında vuraq 100 var. Və ya daha sadə bir formada 1 metrimiz 10 desimetrdirsə, kvadrat metr nə deməkdir? Metr vurulsun metr. Bu da 10 vurulsun 10 deməkdir də. Bu da bərabər eləcək 100 kvadrat desimetr. O zaman 3 kvadrat metrimiz isə 300 kvadrat desimetrdir. 6 da burada olacaq, deməli 306. Cavab A variantı. Dəyərli müəllimlər, nə isə əzbərləmək yox, mahiyyətini dərk eləmək lazımdır ki, sual bu və ya digər formada düşəndə oradan özümüz o vəziyyətdən çıxa bilək. Necə ki, burada 1 kvadrat metrin bu sxemi bilməlisən və ya 1 metrin 10 desimetr olduğunu biləndən sonra da, yəni uzunluq vahidini bilirsənsə, sən uzunluq vahidindən sahə vahidini də tapa bilərsən, həcm vahidini də tapa bilərsən. Bu artıq sənin məntiqi və riyazi yanaşmandan asılıdır. Keçirik növbəti suala. Bəli, bu tipli sual özdə deyir ki, müdavim deyir, bəs 2 dənə belə sual düşmüşdü, müəllim, çox mötərizəli ifadələr. Burada bəzən müdavimlər fikir vermir, sıfır və s. digər məsələ ilə başlayır burada bölmək və s. və ilə axır. Ehtiyac yoxdur. Bu tipli suallara bir 5-10 saniyə baxanda sıfırın, burada bir məntiq var. Bir məntiq gizlənir. Yoxsa bunun hamısını bir-bir hesablamaq, bəlkə də hesablamaq olar, amma böyük ədədlər də yazıla bilər. Məsələn, burada tutaq ki, yazılıb 155 vurulsun 496. 3 rəqəmlə də vurmaq bir neçə saniyə vaxtımızı alar və bu bizim imtahanda vaxtımıza təsir göstərir. Ona görə sualda biraz diqqətli yanaşırsınız. Görək orada sıfır varmı, sıfıra vurma varmı və ya sıfır nəyəsə bölmək varmı? Baxın, 0 bölünsün, buradan bura qədər olan ifadəni hesablamağın heç bir mənası yoxdur. Bilirik ki, 0-ı nəyə böləndə 0 eləyir. Amma 0-ın özünə bölmək olmaz. Buradan bura qədər, yəni 0 bölünsün, burada nə qədər nə olur olsun, ifadə olsun, bərabərdir 0. Deməli, biz tapdıq ki, buradan bura qədər ifadəmiz 0-dır. Üstə gələk. İndi 184. Burada da diqqətli oluruq. Mötərizənin içərisi bilirik ki, birinci həll olunur da. Mötərizənin içərisində 100-dən 1 çıxanda 99. 99 böl 99 bərabərdir 1. Əla, 1 alındı. 184-ün üzərinə də. İndi burada diqqətli olaq. 184 vurulsun. 184 vurulsun 1, üzərinə gəlinsin 16. 0 yazmasaq da olar, çünki 0 üzərinə gələndə 0 eləyir. 184-ü 1-ə vuranda 184. 184-ün də üzərinə 16 gələndə 6 ilə 4 10 0 yaza bir yadda 200 elədi də bu. Doğru cavab A variantı.
Bu tipli sualların bir də təkrar edirəm dəyərli müəllimlər. Özəyi onda olur ki, siz hardasa nəyisə gizlənmək olur. 0. Məsələn, burada görürsünüz 100 çıxılsın 1,99. Yəni səmərəli üsulla hesablamaq. Bax, əsas bunda diqqətli olmalısınız. Belə bir sual düşmüşdü. Qəpik pul məsələsi ilə bağlı, bununla bağlı çevirmələrdəndir. Təbii ki, bu pul məsələsi. Bu sual özü də sertifikasiya imtahanı rəsmi sınaqlarında istifadə olunmuş sualdır. Oğlan hər biri 1 manat 20 qəpik 8 dəftər və hər biri 80 qəpikdən olan bir neçə qələm aldı. Oğlan ləvazimatlara cəmi 21 manat 60 qəpik pul verdi. Oğlan neçə qələm aldı? Əvvəlcə baxaq. 1 manat 20 qəpik. Manat qəpik çevirmələrində arzu olunandır ki, manatı da qəpiyə çevirək. 1 manatımız 100 qəpikdir, bu elədir 120 qəpik. 8 dənə dəftər alır. Biri. Onda 8 dəftərə cəmi nə qədər pul verib? 8-i vurarıq 120-yə, bərabər eləyər 960 qəpik. 960 qəpik. İndi 80 qəpikdən bir neçə qələm alıb. Qələmlərin sayını bilmirəm. İndi mən qələmlərə nə qədər pul verilib, onu tapmalıyam. 80-ə bölüb qələmlərin sayını tapa bilərəm. Cəmi 21 manat 60 qəpikdir. 21 manat 60 qəpiyimizdə eləyəcək bunu, elə bil 21 manatımız 100-ə vuracaq da, 1 manatımız 100 qəpikdir. 2160. Bu eləyir 2160. 2160. Çünki 100-ə vurursan üzərinə də 60 eləcək. İndi bundan çıxacaq 960 qəpik. Görək dəftərə, qələmə nə qədər pul qalır? 0, 0, 21-dən də 9-u çıxanda elədi burada 12, yəni 1200 qəpik. İndi dəyərli müəllimlər, 1200 qəpiyində 80 qəpikdən qələm alınıb. O zaman 1200-ü böləcəksən 80-ə. Bu sıfırlar gedər. 120-nin də içərisində 8, 15 dəfə düşürdü. 8 dəfə 5, 40, bəli. 15 qələm. Bu 15 qələm, elə bizdən də bunu soruşur. Doğru cavab A variantı. Sonra tənlik düşmüşdü. Tənlikdə Münəvvər müəllimə dedi ki, bəs müəllim tənlik düşmüşdü, amma tənliyin konkret cavabı verilməmişdi. Tənliyin məsələn kökünün 4də 1 hissəsini tapın və ya tənliyin kökünü ifadə ilə verilməz. Və mən müəllimlərə tövsiyəm nədir? Son imtahanlarda həmişə bunu demişəm ki, müəllimlər, tənliyi cavabla işləyirəm, tənliyi yerinə qoyuram, bu qaydadan əl çəkin. Tənliyi standart həll eləmək lazımdır, çünki biz nəticə olaraq ifadənin qiymətini tapmalıyıq. Və ya verir tənliyin kökünün 4də 5 hissəsi, 5də 4 hissəsinin 6 vahid azını və s. və ilə. Bunun üçün də tənliyi həll eləməyi bacarmalıyıq. Yazaq 55 üstə gələk 100 bölünsün 8x çıxılsın 4 bərabər 60. Niyə eləyəcəyik? Birinci toplanan, ikinci toplanan cəm. Burada bütövlükdə məhsul toplanan buradır. Yəni 55-in üzərinə nə gələndə 60 eləyir? Buradan çıxacaq 100 bölünsün 8x çıxılsın 4 bərabər 60-dan 55 çıxanda qalır 5. Bölünən bölən qismət. Məhsul böləni tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Yəni 100-ü nəyə böləndə 5 alınır? Buradan 8x çıxılsın 4 bərabərdir. 100-ü də 5-ə böləndə 20. 8x bərabərdir 24. X də bərabərdir 3. Tənliyin kökünü 3 tapdıq. Amma işimiz bundan bitmir. Bizə yazılıb 3x minus 5 vur 3. Yəni 3 vurulsun 3 çıx 5 vur 3. 3 dəfə 3 9. 9-dan 5-ə çıxanda 4. 4 dəfə də 3 12. Həll elədik. Doğru cavabdır. Deməli, dəyərli müəllimlər, müdavimlərin yadında qalan suallar buydu. Mən indi sizin üçün burada 20-dən 25 dənə sual yazım. Sonra da yazım ki, hamısı imtahanda istifadə olunmuş suallardır. Bu biraz səmimi çıxmaz və yalançı reklam olar. Buna da ehtiyacımız yoxdur. Belə deyək. Müdavim yadında nə suallar qalıbsa mənə dedi və mən o sualları sizlər üçün təqdim elədim. Amma ümumən imtahan dediyimiz kimi bizim model sınaqlarımıza baxın. Nazirliyin verdiyi bəlli bir proqram var. O proqram üzrə hazırlaşın. Yenə deyirəm, paylaşdığımız sınaqların, izahların, eləcə də dərs proqramlarımızın 100%-ni yox, 80-90%-ni mənimsəyən adam imtahanda uğur əldə edir. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.